Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Mehdiyev işi çərçivəsində axtarışa verilməsi bir çox məsələləri üzə çıxarıb. Mühüm vəzifə tutan və ölkənin siyasi həyatında uzun illər rol oynamış Abbasov 1992-ci ildə baş nazirin müavini vəzifəsinə təyin olunub. Qlobal İnfoza danışan Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib ki, Abbas Abbasov Elçibəy dövründən əvvəl vəzifəyə gəlmişdi. Onun sözlərinə görə, Abbasov Azərbaycan Xalq Cəbhəsi iqtidarı dövründə artıq baş nazirin müavini vəzifəsini tuturdu. Stat: Təyinatları o dövrün şərtləri kontekstində qiymətləndirmək lazımdır. Azərbaycan yeni müstəqillik qazanmışdı və bir çox adamlar önə çıxırdı. Abbasovun Rusiya ilə əlaqələri aydın idi. Hətta təxəllüsü də vardı. Lakin bunu mətbuata açıqlamaq olmaz. 4 iyun qiyamındakı rolu və sonraki dövrdə Sürət Hüseynovla əlaqələri də məlumdur. Lakin indiki Azərbaycanla 1992-ci ilin Azərbaycanını müqayisə etmək olmaz. O zaman dövlətin adı vardı, amma strukturlar faktiki işləmirdi. Xalq cəbhəsi hakimiyyətə gələndə dövlət aparatının böyük hissəsi hələ də Moskvaya bağlı idi. Xalq cəbhəsinin kadr potensialı yetərli deyildi. Üstəlik, 70 illik sistemi 1-2 ilə tam dəyişmək mümkün deyildi. Ona görə də əvvəlki nomenklatura ilə müəyyən razılaşmalar əsasında hökumət formalaşdırıldı. Abbas Abbasov da bu kontekstdə vəzifədə qaldı. Lakin Rusiya kəşfiyyatına bağlılığı sonradan tam aydınlaşdı. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.